Bugün çox işlərim var, ona görə səhərim tələm-tələsdə açıldı və yaxşı gözümə dünəndən ən sevdiyim səhər yeməyini hazırladım. Mango chia puding, mütləq yoxlayın. Burada isə çıxa-çıxda pişiyimlə biraz oynayıb, qaçıram piano dərsimə, bugünkü ilk işimə. Və yollar bağlı olduğuna görə təbii ki də yarım saat gecikdirəm və gəlib çıxdım nəhayət studiyaya. Əslində piano haqqında mənə hədsiz çox suallar verirsiniz. Məs harda öyrənmişəm, necə oynayıram. Əslində mən cəmi bir dəfə müəllimin yanına getmişəm. Ondan sonra bütün musiqiləri özüm YouTube'dan baxa-baxa öyrənmişəm. Çünki bizdə evdə piano var. Amma daha dərin öyrənmək istədiyimə görə istədim yazılım kursa və bundan sonra notları ayrı-ayrılıqda öyrənəcəm. Ümumiyyətlə evinizdə piano varsa oynamamaq günahdır. Mən də bu səbəbdən başladım dərslərimə. İlk dərsimiz olduğuna görə sadəcə tanışlıq oldum. Öyrəndiyim mahnıları göstərdim, səhvlərimi mənə izah elədi və növbəti dərs dəftərlə gəlib ayrı-ayrılıqda notları öyrənəcəm. Bu arada studiyanın ab-havasını çox bəyəndim. Burada həmçinin rəsm kursu da keçirilir və yerləşməsi də çox rahat idi. Nizami kinoteatrın düz yanında. Dərsdən çıxıb tez bazar qaçdım salona, çünki makiyaja müştərim var idi. Yaxşı ki müştərim də gecikirdi, amma mən vaxtında çatdım. Burada da yolüstü sevdiyim güzgüdə dedim özümü çəkim. Bu arada müştərim izləyicim idi və o qədər rahat xanım idi ki, makiyajımız da mükəmməl alındı. Ümumiyyətlə müştərilər makiyajı mənə həvalə edəndə, sadəcə nə istədiyini bildirəndə və heç bir prosesə qarışmayanda həmişə çox gözəl iş əlsə gəlir. Müştərdən sonra takid dedim, oturum istirahət edim və birdən yadıma düşdü ki, qaşa yazılmışam. Üstəlik bir həftə əvvəl və bu proseduru uzun müddət istəyirdim. Çox acıydım, marketə girib özümü atışdırmalı qaldım və yolda probkada idim. Burada isə oca salona çatdım və keçdim Çiçək xanımın otağına. Əslində çox həyecanlıydım. Çiçək xanıma nə istədiyimi bildirəndən sonra başladıq prosedura. İlk növbədə qaşımı keyitdi, daha sonra forma çəkdim. Nə yalan deyim, əslində ilk başlayanda biraz ağrıdırdı. Lakin ikinci, üçüncü sloydan sonra heç nə hiss etmirdim. Çünki keydicini bir neçə dəfə tətbiq edib. Onu da qeyd edim ki, elədiyimiz prosedur qaş permanenti idi və budur nəticə. Prosedur bitəndən sonra mənə belə bir şirin konfet verdilər və bir də baxdım ki, salonun çox şirin bir sakini var. Bir şey görüb bayıldım, əridim. Başladım onunla oynamağa. Bu arada adı da Leo idi və Leo ilə biraz oynayandan sonra salondan çıxdım və nəhayət bugünkü işlərimiz bitdi. Salondan çıxandan sonra probka saatı başladığına görə anladım ki, evə getməyin heç bir mənası yoxdur. Bu səbəbdən elə salon yaxınlığında kafedə oturub rəfiqəmi gözlədim və budur günün sonuna gəldik.